Ayın 7'si 7 iyun 2026-cı il qəbul imtahanının suallarına baxaq. İnsanda hansı vəzi həm daxili, həm də xarici sekresiya funksiyasını yerinə yetirir? Təbii ki, mədə-altı vəzi həm daxili, həm xarici sekresiya vəzimizdir bizim. Mədə-altı və cinsiyyət vəziləri. İkinci sual. Yaşıl quş mamırının çoxalmasını əks etdirən sxemdə göstərilən bütün hüceyrələrin xromosom yığımlarının cəmi nəyə bərabərdir? Spor N, protonema N, erkək gametofit, dişi gametofit. Gametofitlər həmişə zaten N olur. Spermatozoid N, yumurta hüceyrə N, zigot həmişə 2, qutucuq divarı 2 və bunların hər birinin cəmi 10 ilə bərabərdir. Bacardığım qədər tez-tez izah etməyə çalışacağım. Sağlam zamandan asılı qrafikin dəyişmə qrafiki göstərilmişdir. Biz qrafikdə görürük ki, adrenalin miqdarı azalıb, yəni azalmaya doğru gedib. Qan təzyiqi yüksələr, xeyr, ürəyin işi güclənər, xeyr, nəbz vurğuların sayı azalar və qlikozan qanda miqdarı azalar. Cavab B variantı. Qeyd edim ki, bu qəbul konspekti C variantıdır. Uyğunluğu müəyyən edin. Ürək boşluğunda yalnız arterial qan keçir. Yalnız arterial qan keçir. Bu təbii ki də böyük göynəyimiz olacaq. 1'ə B. 2 ürək boşluğunda həm venöz həm arterial qan keçir. Həm 2'yə aid olacaq. A və D. 3'də də ürək boşluğunda keçən qan nə venöz, nə də arterialdır. Yəni hemolimfa adlanır belə bir qan. Ürək boşluğunda keçən qan nə venöz, nə də arterialdır deyirsə, bu hemolimfa adlanır. 3'də də biz qeyd edə bilərik C variantını. Qohum ayaqlardır. Hemolimfa adlanır qan. DNT molekulunda ölçüsü qanin ölçüsünə bərabər olan azot əsası olmasaydı, DNT molekulunda ölçüsü qanin ölçüsünə bərabər olan adenindir. Yəni, əgər burada adenin yoxdursa, deməli, timin də yoxdur. Üzünü köçürmə prosesində neçə növ azot əsası iştirak edər? Neçə növ deyirsə, guaninlə sitozin 2 növ azot əsası iştirak edər. Cavab C variantı. 6-cı sual, zəncir otu. Uşaq bəyi, xanım otu, mərci tütün, quduz otu, eşək qanqalı. Bu sırada hər bir bitkinin çiçək düsturunda bu sıranı bilmək üçün bütün hər birinin çiçək düsturunu bilmək lazımdır. Struktur elementlərinin saylarının cəmini müəyyən etməliyik. Zəncir otunda K0, L5, Y5-də 1-dir. Ümumi hesabladım mən 11 oldu. Quş əbbəyi xəttçəklər fəsiləsinə aiddir. Xanım otu da 16 oldu. Mərcidə 21 oldu. Ən çox mərci idi burada. Tütün yenə 16 idi. Quduz otu yenə xəttçəklər də 15, quş əbbəyi də 15 idi, eşək qanqalı isə 11 idi. Ardıcıllıq bu formada gedir. 11, 15, 16, 21 artır, daha sonra təkrar azalır C variantı. 7-ci sual. Adi şamın sarımtıl yaşıl qozası erkək qozadır. Qarğıdanın süpürgə çiçək qrupu da erkəkdən söhbət gedir. Qarının süpürgə çiçək qrupu isə iki cinslidir. Yəni, torçuq dənəsi də var, dişicik də var, iki cinslidir qarının süpürgə çiçək qrupu. Həm haploid, həm diploid ola bilər. 7-ci sualda deməli 1'ə tozlanmada iştirak edir. Hər üçü tozlanmada iştirak edir. 1'ə A və haploid diploid xromosom yığımlı hüceyrələrə malikdir. Hər üçü A və Y hər üçündə var. 2 erkəkciklərə aid olsun. 2'yə aid olacaq. 2 maylanma prosesi getmir. Erkəkciklərdə getməyəcək. 2'yə aid olacaq C variantı. 3'ə də aid olacaq. Erkek sapına malikdir. Darının süpürgə çiçək qrupu bəli, çünki iki cinslidir. Qarğıdanın süpürgə çiçək qrupu da erkek olduğuna görə bəli, erkəkcik sapına malikdir. 3B və D çiçək qrupu pulcuğu və çiçək pərdəsinə malikdir. Cavab B variantı. 8-ci sual. Bitki tohumunun hansı hissəsi ziqotdan əmələ gəlməmişdir? Rüşeyin bilirik ki, ziqotdan əmələ gəlib və kökçü gövdəci ləpələr rüşeyin hissələridir. Biz təbii ki, rüşeyin hissələri olaraq 1, 2, 3, 4 bunların hər birini çıxmalıyıq. Ziqotdan əmələ gəlməmişdir. Burada yalnız 5 ziqotdan əmələ gəlməyib, çünki yumurtalıq divarından inkişaf edib. 8-ci sualda cavab D variantı. Süd dişləri çıxmağa başlayır, bəli. Böyük azı dişləri çıxmağa başlayır, xeyr. 6 aylıqda böyük azı dişinə gəzsin. Qarışıq sekresiya vəzlərinə malikdir, bəli. Yumurtalıqlar var, mədə-altı var, qarışıq sekresiya vəzlərinə malikdir, bəli. Cavab 1, 3 və 5 B variantı. 10-cu sual. Coğrafi və ekoloji növ əmələ gəlməklə bağlıdır. Dünənləri mən qrupda demək olar ki, coğrafi, ekoloji növ əmələ gəlməni izah elədim. Və eynən testdə də, qəbulda da həmin o sualların düşməsi mənə çox sevindirdi. 10-cu sualda divergensiya baş verir. Divergensiya hər üçündə baş verir.
Və əgər növ əmələ gəlmə varsa, burada deməli populyasiyaların gen tərkibi dəyişir. Dünən demişdim, eyni sualdır. 1-5 bunların ortaq xüsusiyyətləridir. 3-ə 1-5 olan variant zaten bir dənə Y variantı var. Digər və inci çiçəyin növləri yaranıb coğrafidə. Kitabda da eyni nəzəriyyə kitabında var. Və deməli areal dəyişmir ekoloji növ əmələ gəlmədə və arıquşunun 5 növü yaranır. O da ekoloji növ əmələ gəlmədə. Cavab Y variantı. 11-ci sual çoban yastığının bal arısı tərəfindən tozlandırılması lizm baş verir. B variantı. 12-ci sual şəkildə bağırsaq boşluqlar tipinə aid canlıların həyat dövrünü əks olunmuşdur. Doğru mülahizəni müəyyən edin. Baxaq 1 və 2 bir hüceyrədən ibarətdir. 1 və 2 bir hüceyrədən ibarətdir. Bəli, bir hüceyrədən ibarətdir. A variantı doğru variantdır. Əsasən yəqin ki doğru mülahizəni müəyyən edin yazılıb. Kükürt bakteriyaları və qırmızı bakteriyalardır. 13-də deməli. Prodüsen canlılar olsalar da oksigen gazı sintez etmirlər. Bu hər üçünə aiddir. Oksigen gazı sintezi etmir. Hər üçü prodüsent olsa da oksigen gazından istifadə etmir. 3-ə 1 aiddir. Fəaliyyətin nəticəsində kükürt əmələ gəlir. Fəaliyyətin nəticəsində kükürt əmələ gəlir hər ikisində. Daha sonra çünki H2S-dən istifadə edirlər, hər ikisində kükürt əmələ gəlir. H2S-dən istifadə edirlər deyə hər ikisində kükürt əmələ gəlir. Fotosintez edici pigmentə malikdir. Fotosintez edici pigmentə qırmızı bakteriyalar malikdir. Qeyri-üzüm maddələrdən üzüm maddələr sintez edən kimyəvi reaksiyaların enerjisindən istifadə edirlər. Təbii ki, kükürt bakteriyaları. Xlorofil sərbəst formada sitoplazmada yerləşir. Qırmızı bakteriyalardır. Cavab D variantı. Hansı yeraltı şəkil dəyişmələr? Hansı yeraltı şəkil dəyişmələrdə təpə və yan tumurcuqlar ola bilər? Təpə və yan tumurcuqlar ola bilər inci çiçəyində, təbii ki, georgində və soğanda 1, 2, 3 cavab Y variantı. 15-ci sual, eynən bu sualı biz 2-3 gün bundan əvvəl sınaqda işləmişdik. Bu sualın eynən olduğu vəziyyətdə düşməsi doğrudan da çox sevindirdi məni. Ümumiyyətlə bu qəbul uşaqlarımın hər biri çox yüksək nəticələr əldə edib. Hər birinə də təşəkkürümü bildirirəm. Uyğunluğu müəyyən edin. 15-ci sualda autosom dominant bizdə Marfan sindromu ilə resessivdir. X xromosomu ilə ilişiklidir hemofiliya və Y xromosomu ilə ilişiklidir pulcuqlu dəri. Cavab Y variantı. 16-cı sual şəklə əsasən ön ətrafların qurşaq hissələrinə aid olan sümükləri müəyyən edin. Quşlarda ön ətraf qurşaq hissəsinə 2 kürə, 2 köpükçü, 2 qarğa sümüyü aiddir. Bizdə də 2, 3, 2, 3 və 5-ci sual. 5-ci, 2, 3 və 5 ön ətrafın qurşaq hissələrinə aiddir. Pankreatit xəstəliyi zamanı biz bilirik ki, mədə-altı vəzinin xarici sekretor funksiyaları mühtəviyyatı turş reaksiyalı olur. Bağırsaq mühtəviyyatı bəli, turş reaksiyalı olur. Çünki karbohidratlar qıcqırır. Burada turş mühit yaranır ona görə. 3-ü də doğru variant kimi götürərəm. 1, 3. Yalnız karbohidratların həzmi pozulur. Xeyr, zülalların yağlarında həzmi pozulur. 5-i də doğru variant kimi götürürəm. 1, 3, 5 cavab D variantı. Cinsi çoxalmada əmələ gələn hansı canlının genotipi yalnız ana fərdin qametinin genotipi ilə eyni ola bilər? Bu partogenezdən söhbət gedir. Təbii ki də erkək bal arısının. Cavab D variantı. 19-cu sual fərdi seçmə, arzu olunan əlamətlərin möhkəmləndirilməsi, bəli və homozigot genotipli fərdlərin sayının artmasıdır. Fərdi seçmə, dünən mən bu sualı izah eləmişəm. Fərdi seçmə, kütləvi seçmə haqqında danışmışam dərsdə. Eynən o sual da gəlib düşüb burada. 1, 2, C variantı. 20-ci sual. Saya və enozolaqlı sklet əzələsidir. Şəkildə gördüyümüz. Deməli, baxaq 20-ci suala. İşi qeyri-iradidir. 1-ə gedəcək bu. Təbii ki də saya əzələyə gedəcək. 1-ə A. Daha sonra işi avtonom sinir sistemi ilə idarə olunur. Bu da saya əzələyə aiddir. 1 A, Y. 2. Hər ikisinin ortaq xüsusiyyət sayısın. 2. Hər ikisinin ortaq xüsusiyyət yığılma və boşalma qabiliyyətinə malikdir. Hər ikisi. Yaxşı. İşi avtonom sinir sistemi ilə tənzimlənir. Xeyr, bunu dedik, saya əzələyə aiddir. Mezoderma mənşəlidir hər ikisi. Və 3-də də udlaq, qırtlaq əzələləri bu toxumadan təşkil olunmuşdur. 3-də C, cavab C variantı. 21-ci sual. Xitin var, bığcıqları var, bordulu sinir sisteminə malik deyil. Qanda karbon qazı yoxdur. X, deməli, buğum ayaqlardan may böcəyinə və kəpənəyə aid edə bilərik. B variantı. 22-ci sual. İnsanın duyğu orqanları xəstəliyi deyil.
Duyğu orqanları xəstəliyi deyil. Enterobiyoz qurd xəstəliyidir, qurdların yaratdığı xəstəlikdir. Teniorinxozda həmçinin reniti çıxaram, kataraktı çıxaram, variantlardan 5-i çıxaram. Deməli 2-3. Cavab A variantı, 4-də də seryoz qaraciyər xəstəliyidir. Duyğu orqanımız deyil qaraciyər. 23-cü sualda da 4400-dən çıxırıq 2400-ü. Deməli bunu daha doğrusu pentoza deyirsə 2000-dən çıxıb 2-ni tapırıq 1998 və 1998-lə də pentozaların əmələ gətirilir. Rabitələrin sayını istədiyinə görə 2000-i toplayırıq. 1998 plus 2000 bu da edəcək 5998. Cavabım 5998. 24-cü sual. Hansı terminal prosesi insan bədənində gedə bilər? Exnikokun həyat dövranıdır. İnsan exnikokun aralıq sahibi. Təbii ki, yetkin fərqlə yumurta hər zaman deyirəm, əsas sahibdə gedir, aralıq sahibdə getmir. 6 qarmaqlı sürfə 2 və 3 finnaya çevrilir. 2 ilə 3 aralıq sahibi olduğuna görə insan da exnikokun aralıq sahibi olduğuna görə 2 ilə 3 aralıq sahibdə gedir. Verilən canlıya aid doğru mülahizələri müəyyən edin. Suda qurda yaşayanlardan qurbağanı görürük. Döş sümüyünün gövdə skeletinə aid olmaması, bəli. Daha sonra bədən temperaturunun xarici mühit temperaturundan asılı olmamasıdır, götürməli. Uzun borulu sümüklərin postembrional dövrdə əmələ gəlməsi 2-4. Postembrional dövrdə hiss orqanlarının müxtəliflik sayının azalması, bəli, 2-4, 5. Biz bu sualı da bir dəfə sınaqda işləmişik, hansısa sınaqda. 26-cı sual. Şəkildə yosun üçün doğru mülahizəni müəyyən edin. Flamida monadadır. Şəkildə gördüyümüz ontogenezində həm haploid, həm diploid xromosom destamalik hüceyrələr yaranır, bir düzdür. Yalnız cinsi yolla xeyir, qeyri-cinsi yolla da çoxalır. Zigotun mitoz meyoz yolla bölünür, 1-4 və 5. Hazırda üzüm maddələrlə qidalana bilir. 1-4-5 mənim doğru variantımdır. 27 uyğunluğu müəyyən edin. Fotosintez edici pigmentin əmələ gəldiyi era 1. Arxaya erası olacaq bu. 1A. İlk dəfə toxumla çoxalan bitkilərin əmələ gəldiyi, ilk dəfə toxumla çoxalan paleozoid əmələ gəlib. 2C. Bitkilərdə bir toxumun əmələ gəlməsinə ilk dəfə 2 sperm iştirak etdiyi era, yəni örtülü toxumların ilk dəfə yarandığı era mezozoy olub. 1A, 2C, 3Y. Situasiyaya baxaq. Deməli, ilk hamiləliyi olan sağlam qadının şəkildə göstərilən orqanlar sisteminin ultrases müəyyənəsi zamanı həkim müəyyən etdi. Əkizlərin sayı 3-dür, bir yumurta növü və oğlanda deməli bir yumurta ikizidir, bir yumurta hücrədə iştirak edib və 3-ü də oğlandır. Hamiləliyin müddəti isə 5 aydır. 28-ci sualda bizə deyir, hansı orqandan başladığını, ontogenezin hansı orqandan, ontogenez təbii ki, burada C-dən başlayıb, bir aiddir C. İstifadə edərək hərfi yazdıq. Həmin orqan sinirlərindən simpatik sinirləri, simpatik deməli çanaq boşluğunda simpatik çıxacaq onurğanın bel hissəsindən yaza bilərik. Simpatik sinirlər, onurğanın bel hissəsi. B. Çünki çanaq boşluğundadır. Cavab vərəqindəki cədvəli tamamlayın. Səhv etmirəmsə, cavab vərəqindəki cədvəldə neçə cift olduğunu soruşurdu. Bir dənə cifti var, çünki eyni yumurta ikizidir və 2 dənə daxili sekresiya vəzisi var müvəqqəti. 30-cu sualda bu əkizlər minimum neçə blastomerlərin bölünməsi nəticəsində əmələ gələr? Bu əkizlər. Deməli, bir zigot bölündü, 2 dənə blastomer əmələ gətirdi. 2 dənə, deməli, burada 1 yazaram, birinci hissəyə əmələ gəlmişdir. Neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir? Bir blastomerin bölünməsi nəticəsində əmələ gəlir. Və şəkildə B orqanının bir hüceyrəsinin xromosom müxtəlifliyi, B orqanının yumurtalıqlardan söhbət gedir. Yumurtalıqlardan, deməli, bir hüceyrəsinin xromosom müxtəlifliyi sayının bu əkizlərdən birinin bir növbəli somatik yumurtalıqlarda, deməli, 23 xromosom və bu əkizlərdən birinin əkizlər oğlan uşaqları olduqlarına görə 24 müxtəlifliyi olacaq. 23-ün 24-dən nisbəti bu da